Salamlar, vaxtınız xeyir olsun. Dəyərli dostlarımız, yenidən arenadayıq və xoş gördük sizləri. Salamlayırıq və hər həftə olduğu kimi İntirazın efirində futbol müzakirəsini biz sizlərlə bölüşməyə çalışırıq. Və hər həftədə biz çalışdığımız qədər Azərbaycan futbolunda gündəmdə olan mövzuları da müzakirə edirik. Təbii ki, çağırdığımız qonaqlar vasitəsilə. Bu dəfə də biz Azərbaycan Premyer Liqasını unutmayacağıq və bu dəfə də biz Avrokuboklarda çıxış edən komandalarımızı unutmayacağıq, onların şanslarını dəyərləndirəcəyik və çıxışlarına toxunacağıq. Və təbii ki, bilirsiniz ki, artıq Premyer Liqada növbəti 12-ci turunda oyunları baş tutdu və müəyyən qədər indi fasilə olacaq. 13-cü tura qədər müəyyən qədər fasilə baş tutmuş olacaq, ay hardasa ayın ortasına qədər. Bu da başa düşüləndir, çünki millinin yoldaşlıq oyunları var və bütün bunlarla əlaqədar Premyer Liqada gedir tur ayın ortasından başlamış olacaq. Və indi biz 12-ci turu müzakirə aparacaq, amma gəlin ilk öncə dəvət etdiyimiz qonaqları biz təqdim edək. İki dəyərli dostumuz bizim verilişimizə yer alıb. Beynəlxalq dərəcə hakim, bizim əziz dostumuz Babək Quliyev bizimlə birlikdədir. Babək, mənim xoş gördük siz yenidən arenamızda. Daha bir qonağımız isə mənim həmkarım dostum və həmişə sözlərində böyük etiraz duyduğumuz Natiq Muxtarlıdır. Komanda Az saytının redaktorudur. Natiq qardaş, xoş gördük sizi də salamlayırıq. Və əvvəl Natiqi komanda deyəndə bir növ sayt unudur, həmişə qəzet yadda qalıb, amma artıq saytın təqdimatına da öyrəşirik, problem deyil. Bir də xoş gördük və mən tamaşaçılarımızın diqqətinə çatdırım ki, bizim verilişimizin baş sponsoru əvəz olunmaz dəstəkçimiz olan Ağapark Yaşayış Kompleksidir. Mən həmişə bu təşəkkürümü bildirirəm və deməkdə də borcluyam, çünki 4 ildir bizi tək qoymur Ağapark, onun rəhbərliyi. Mən Tofiq Edirova böyük təşəkkürlərim var, minnətdarlığımı bildirirəm ki, öz dəstəyini 4 ildir məhz mənim müəllif aparıcı olduğum verilişdən əsirgəmir. Allah razı olsun deyirəm. Çox minnətdaram və necə ki, Ağapark özü idman təmayüllüdür, həmçinin idman verilişlərində də böyük diqqət və öz diqqətini əsirgəmir. Bu da bizim üçün çox xoş haldır. Yəqin özünüz bilirsiniz ki, ümumiyyətlə Azərbaycan teleməkanında futbol verilişləri var, amma futbol verilişlərinin dəstəyi baxımından görürsünüz ki, müəyyən qədər fərqlilik var, müəyyən qədər bu verilişlərə sponsor tapmaq o qədər də asan olmur. Ona görə də mən bu dəstəkçimizə çox böyük təşəkkür edirəm ki, 4 ildir bizi unutmurlar və bizi tək qoymurlar. Və bu çox önəmlidir mənim üçün. Mən çox minnətdarım və bu 4 il ərzində dəstəkçilərimiz olub və sponsorlarımız olub, amma Ağapark qədər 4 il sadiq qalan olmamışdı. Ona görə böyük təşəkkürlərimiz var və inşallah Ağapark bilirsiniz ki, ailəvi istirahətin və gözəl yaşamaq üçün bir nömrəli məkandır və mən də sizi Ağaparka dəvət edirəm. Ailəvi istirahətə ev almaq niyyətindəsinizsə, bilirsiniz ki, Ağapark hər ay, hər həftə sizlərin görüşünüzdə yeni kampaniyalarla gəlir və artıq bilirsiniz ki, Qurban bayramına əlaqədar Qurban kampaniyası bitdi. Artıq 2 aylıq kampaniya idi. 2 ay müddətinə qədər olan kampaniya sizləri də hər birinizi sevindirdi. İnşallah yaxınlarda mən növbəti verilişdə sizi daha bir çox möhtəşəm bir kampaniya ilə sizi tanış edəcəm. Səbirli olun biraz və o kampaniyada siz eşitsəniz, özünüz Ağaparka mütləq gələcəksiniz. Belə, təşəkkürlər bizim dəstəkçimizə və biz Premyer Liqanın 13-cü turunda nələr oldu? Nəticələrimə sizin diqqətini çatdırım. Zirə Sumqayıt 3-2, Azal Kəpəz 1-1. Növbəti gün Xəzər Lənkəran Qarabağ 0-1, Neftçi Rəvan 2-3, Qəbələ Inter 1-1. Turnir cədvəlində baxdıqda Qarabağ 29 xalla ilk pillədə qərarlaşıb, Qəbələ 22 xalla ikincidir, Zirə 21 xalla üçüncü, Inter 20 xalla dördüncü, Kəpəz ilk 5-liyi qapıyır, 19 xalla 5-ci, Neftçi 6-cı mövqədə də 13 xal, ondan 1 xal az toplayan Xəzər Lənkəran 7-cidir, ondan da 1 xal az toplayan Sumqayıt 8-cidir, 9 xalla Azal 9-cudur, 5 xalla nəhayət Rəvan sonuncu pillədə qərarlaşıb. Bombardier siyasında Richard Almeida başçılıq edir 5 qolla Qarabağdan, digər 4 qolla 2 Qəbələnin futbolçusu, bir də Qarabağın futbolçusu var, Aleksey Qay, Aleksey Antonov və Samuel Almintoros. Sonradan 4 qolu yenidən Junior Asfaldo tutub Kəpəzdən, Rahid Əmirquliyev də Xəzər Lənkərandan 4 qolla Bombardier siyasına başçılıq edir. Tura ilk öncə, mən həmişə turun ilk öncə şəhrini hər iki qonağımıza, ümumiyyətlə qonaq olduğu şəxslərə təqdim edirəm. Və növbəti sualım da məhz belədir. Premyer Liqanın 12-ci turunu necə gördünüz, necə dəyərləndirirsiniz? Hər ikinizə bu sual aiddir. Buyurun. Bağışlayın, buyurun. Premyer Liqanı mən necə dəyərləndirirəm? Ümumiyyətlə, mən elə gəlir ki, ilk öncə danışmamazdan əvvəl demək istəyirəm ki,
Rüfət, çox düzgün vurğulayırsınız. Mən bu Ayf Parkı eşitmişdim, doğrusu. Ancaq bu qədər qəşəng olmağını, bu qədər sözün əsl mənasında çox belə məhtəl qaldım, yaxşı mənasında. Və həqiqətən də bu Ayf Park rəhbərliyinə minnətdarlığımı bildirmək lazımdır ki, halal olsun ki, bu cür şərait yaradılıblar burada. Vallahi inanınız mənə, mən özümü elə bildim İsveçrədəyəm. Yəni heç buradan bayıra çıxmaq lazım deyil. Hər şey burada var. Evində var, eşiyində var, hər şeyində var. Qaldı ki, bu 12-ci tura ümumiyyətlə mən necə qiymətləndirə bilərəm? Ümumiyyətlə bu çempionatı, Azərbaycan çempionatını 2004-cü ildən hansı ki bu dövlət futbola gəldi, çox sönük bir çempionat sönük çempionat kimi qiymətləndirərəm. Ona görə ki, turun cədvəlinə belə baxanda görürsən ki, birinci yerin, ikinci yerin 7 xal fərqi var. Ona görə də nəsə danışmaq, nə bilim valla, bu belə getsə, əgər bu futbolda dəyişiklik olmasa, bu futbolda necə deyim sizə, yeni nəfəslər gəlməsə, mümkün deyil. Hər çempionat biz axıra gedəcək, dal-dala gedəcək. Biz görmüşük ki, məsələn, normal bir dövlətlərdə hər çempionatdan çempionata irəli getmə olsun. Azı bizdə hər çempionatdan çempionata arxaya gedir hər şey. Yəni çempionat səviyyəsi aşağı düşür. Və çempionat səviyyəsi aşağı düşür. Bu faktdır. 2004-cü il mənim yadıma gəlir, biz hakimi eləyən dövrlərdə, inanız mənə 15 min, 20 min tamaşasının qabağında hakimi eləyəndə, istər-istəməz, necə deyim sizə, adamın özünə ləzzət eləyirdi, çıxırdım, belə bir abu havada hakimi eləyirdin. Mən bu turda Neftçi Rəvan oyununa getmişdim baxmağa. İnanız mənə, mən o boş tribünaları görəndə, mən dedim, hanı bu milyonlar? Azərbaycan futboluna xərclənən milyonlar hanı? Budur mu inkişaf? Boş tribünalar mı inkişaf sayılır? Yəni, nəsə bu tur haqqında danışmaq, vallahi, nə bilim, heç adamın ağzı gəlmir, nəsə bir ağzı dolmuşsa, nəsə bir xeyrə danışasan, bir necə deyim sizə, bir fəxrlə deyəsən ki, Azərbaycanda futbol inkişaf edir. Futbolun inkişafı o tribunadan bilinir, inanınız mənə. Əgər o 8 min, 10 minlik Baksay Arena 300, 400, 500 tamaşası gəlirsə, inanınız mənə, futbolun inkişafından danışmaq heç düzgün deyil. Nəinki Premier Liqanın inkişafından. Bəzi insan ağzı dolu danışır. Vallahi billahi. Təşəkkür edirik fikirlərinizə görə. Nəsiməm, buyurun. Əslində, Rüfət, Azərbaycan çempionatının indiki durumuna baxdıqda qeyri-adi heç nə görmürük. Çünki hələ çempionatın startında biz öz proqnozumuzu yazarkən elə komanda saytında da vurğulamışdıq ki, çempionatda rəqabət olmayacaq. Təbii ki, biz bunu bir neçə aspektdən analiz edib nəzərə almışdıq. Çünki Azərbaycan klublarının maliyyə durumunun hansı vəziyyətdə olduğu hələ çempionatın əvvəlində hər kəsə bəlli idi. Və bu maliyyə durumunu və klubların heyətlərini nəzərə alandan sonra biz çempionatın elə əvvəlində vurğulamışdıq ki, çempionluq uğrunda mübarizədə 2 komanda mübarizə aparacaq, Qəbələ və Qarabağ. Digər komandaların isə bütün qüvvəsi aşağı-yuxarı bərabər olacaq. Çünki demək olar ki, büdcələri bir-birindən çox az miqdarda fərqlənir. Və proqnozumuzda yanılmadıq, amma təkcə bir məqamda yanıldıq ki, Qəbələ çempionluq mübarizəsindən daha tez qopdu. Biz belə gözləmirdik ki, Qəbələnin çempionluq mübarizəsindən bu qədər tez qopmasını. Artıq Qarabağın yenə də çempion olacağı böyük ölçüdə belə deyək ki, təmin olunub. Və üstəlik, mənə görə ikinci yerin sahibi də bəllidir, bu Qəbələ olacaq. Amma Qəbələnin niyə çempionluq mübarizəsindən bu qədər tez qopduğu haqqında yəqin ki, biz Qəbələ Inter oyunu barədə danışanda o vaxt danışarıq. Çünki burada da bir çox məqamlar var ki, onlara mütləq nəzərə almaq lazımdır. Mütləq. Qəbələdə eniş var. Və ona görə də mənim üçün turda ümumiyyətlə baş verən nəticələrdə heç bir gözlənilməzlik yoxdur. Və o cümlədən turnir cədvəlindəki durum da mənim üçün heç bir gözlənilməzliklə fərqlənmir. Çünki biz çempionatın əvvəlində əslində çempionatın belə olacağını qəbul edirdik. Hətta Azərbaycan çempionatında sensasyon məğlubiyyət yalnız o halda olur ki, sensasyon nəticəsi o halda olur ki, Qarabağ hansısa komanda ilə oyunda xal itirsin. Qalan bütün oyunlarda baş verən nəticələrin heç birini sensasiya saymaq mümkün deyil. Yəni Azərbaycan çempionatında klubların real gücünü, büdcəsini, heyətini nəzərə aldıqda. Belə çıxır ki, bir dənə Qarabağda həm normal oynayır, həm də normal büdcəsi. Sözsüz, amma bir məqamda nəzərə alım, Qarabağda bu qədər davam edə bilməz. Rəqabət olmayan yerdə Qarabağın inkişafı mümkün deyil.
Biz bu günləri Qarabağdan Avroliqanın qrup mərhələsində play-off mərhələsinə adlamağı tələb edirik. Və nəzərə almırıq ki, Qarabağ tamamilə rəqabətsiz bir çempionatda mübarizə aparır. Amma Qarabağın rəqibi Tottenham kiçik çempionlar liqasında oynayır. Təsəvvür edirsiniz, Tottenham Manchester City ilə, Chelsea ilə, Manchester United ilə, Liverpool ilə, Arsenal ilə oynayır. Qarabağ isə Azal'la, Revan'la, Neftçi kimi, Sumqayıt kimi komandaların oynayır və Tottenham'in qarşısına çıxa bilir. Qarabağ bu günləri ayaq üstə durubsa, bu müəyyən təbii ki, adamların zəhmətidir və buna görə bu adamlara təşəkkür eləmək lazımdır. Amma sabaha təminat yoxdur. Çünki bu cürə rəqabət olan yerdə Qarabağ inkişaf edə bilməz. İnkişaf rəqabət olan yerdə mümkündür. Və bugün Azərbaycan çempionatında rəqabət yoxdur. Ona görə də mən qorxuram ki, sabah Qarabağı hamı gözləyir ki, sabah Qarabağ Çempionlar Liqasının qrupunda oynasın. Artıq 2 ildə Avroliqanın qrup mərhələsində oynayır. Amma necə? Nə ilə? Hansı çempionatdan çıxıb oynamalıdır orada? Harada var bu rəqabət? Gərək rəqabət olsun ki, Qarabağda inkişaf eləsin. Rəqabət olmayan yerdə inkişaf olmayacaq. Təbii ki, bu rəqabətsizlik Qarabağın da oyununa pis mənada təsir edəcək. Bax, mən bundan qorxuram. Bəli, rəqabət olmalıdır. Biz bunu dəfələrlə demişik, hər ildə deyirik, hər çempionatda deyirik ki, rəqabət mütləq olmalıdır. Amma Natiqin sözünə qüvvət, biz çempionata baxırıq, maliyyə durumlarına baxırıq, onların oynadığı oyuna baxırıq. Vallah, mən ötən dəfə bir məsələ deyəndə, mən bütün azarkeşləri çox istəyirəm və xüsusilə Lənkəran azarkeşlərinə də xüsusi hörmətim var. Mən o azarkeş məsələsində bəzən toxunacağım, Xəzər-Lənkəran Qarabağ oyununa görə niyə toxunacağım, onu da deyəcəm sizə. Çünki çox amillər var idi və Lənkəran azarkeşlərinə o stadiyona gəldikləri üçün alqışlamaq lazım idi. Amma bir Lənkəran azarkeşi mənə yazıb ki, Qarabağ məsələsinə görə mən Qarabağ, yəqin yadda Qarabağ Azal məsələsi ilə bağlı bir iki tur bundan əvvəl xoşagəlməz məqamlar yazmışlar ki, Azal oyunu, nə bilim, Babək mənim yazdırsa o sizin Facebookda mən yazmışdım, bəli. O məsələ var idi və o məsələ bir balaca qabardı və çox mənfi tərzdə başa düşülmüşdü və saytlar da biri hərə öz fikirləri baxımından nəsə yozulmuşdu. Məhz o baxımdan mən vurğuladım ki, yəni bunu biz saytlar yazmamalıyıq. Yəni siz orada vurğulamışdınız ki, belə çıxır ki, onda Azal da Qarabağı. Mən orada müqayisə eləmişdim. Ay sağ ol. Mən deməmişdim ki, kimsə kiməsə oyunu satır. Amma indi o savadı olmayanlar, savadsızlar öz bildiyi kimi danışır, özü bilər. Yəni mən ona toxunmuşdum verilişdə ki, orada başqa cür deyilib. Yəni Qarabağ Azal məsələsindən başqa cür deyilib. Amma bir Lənkəran azarkeşi mənə yazmışdı. Yəni mən orada verilişdə demişdim ki, Qarabağla Azalı müqayisə etmək olmaz. Düzdürmü Natiq müəllim? İstər büdcə baxımından, istər oyun baxımından. Söz yox, ikisindən yerli mütəxəssislərimizdir. Hər ikisinə hörmətimiz var. Yəni biz onları aşağılamırıq. Amma səviyyə baxımından bugün Azal da özü etiraf edir ki, Azalın Qarabağ olmasına illər lazımdır. Azalın Qarabağ olmasına, nə bilim, çox güc tələblər olmalıdır. Qurbanov kimi işləməli çalışmalıdırlar. Qarabağda o işdən Natiq müəllim bildirdi. Əziyyət çəkən insanlara qədər işləməlidirlər Azal. Yəni Azalın Qarabağ səviyyəsinə çatmasına çox var. Biz ona demişdik. Biri Lənkəran azarkeşi mənə yazmışdı, qoy deyim. Yəni, mənə hər azarkeş yazır, amma mən açıq danışıramsa, o demək deyir ki, siz nə istədiniz mənə yaza bilərsiniz. Xeyr, elə şey yox. Mən həmin azarkeşə cavab vermədim. Əgər mənə həmin azarkeş izləyirsə, dinləyirsə, bilin. Yəni, mən azarkeşdən açıq söhbətə gedirəm. Yəni, amma biri yazır, mənə ağıl öyrətmək lazım deyil. Yəni, məsləhət verə bilərsən, amma ağıl öyrətmək lazım deyil. Yəni, hər şeyin öz təri var. Bir cümləni başa düşün. Falan Qarabağı təriflədir. Qarabağı mən niyə tərifləməliyəm ki? Qarabağı olanı deyirik. Niyə tərifləməməliyik? Yox, söhbət laf belə tərifləmir. Xəzər-Lənkəran nə vaxt Qarabağın yerini tutdu ki, biz Xəzər-Lənkəranı tərifləməliyik? Söhbət, bax bu da haqdır. Yəni, mən yersiz tərifləmişəm. Yersiz heç bir şey yoxdur. Olanı tərifləmişəm, olanı demişəm. Bəli, bu dəqiqə Azərbaycanda şərksiz, tək, vahid lider Qarabağ. Müfət, Xəzər-Lənkəranın maliyyə büdcəsi də, şəraiti də Qarabağınkindən qat-qat çox olub. Son ildə belə olub da, hanı o nəticə? Kimdir günahkar? Bəlkə jurnalistlər də buna görə günahkar. Gedin, yapışın klub rəhbərliyinin yaxasından. Deyin, nə edibsiz o milyonları? Hara sərf edibsiz onları? Niyə qaçqın komanda Bakıda gah orada, gah burada məşq eləyə, o cürə komandanı qura bilir? Siz isə o cürə şəraitin, o cürə milyonların müqabilində heç nə qura bilməyibsiz? Niyə bu gündəsiz sizin? Niyə 13 dənə futbolçunuz var? Niyə meydan 13 futbolçu buraxırsınız? Deyə bilərsiniz ki, FIFA cəza tətbiq edib. FIFA Barselona'da cəza tətbiq edib. Eyni cəzanı. Onda gələk Barselona İspaniya çempionatında axırıncı yerdə olsun, amma liderdir. Bəs bunların hamısını nəzərə almaq lazım idi. Bəs FIFA nəyə görə, hansı əsasla Xəzər-Lənkərana cəza tətbiq edib? Klub idarəçiliyindəki
peşəkar əməllərə görə, qulluq idarəçisinin iş bacarmamasına görə. Gedin bunlardan danışın. Yoxsa komandası pis gündədir, Qarabağ öz layiq olduğu yerdədir və layiq olduğu tərif olursa, siz nə əsasla jurnalisti burada ittiham eləməlisiniz ki, Qarabağı niyə tərifləyirsiniz? Yaxşı eləyirik, tərifləyirik. Xəzər Lənkəran da olsun. Bizə tərifləyək Xəzər Lənkəran. Yox, mən özüm hamı bilir ki, Natiq müəllim siz də bilirsiniz, Babək müəllim siz də bilirsiniz ki, mən yəni olmadığı şey tərifləmirəm heç vaxt. Əslində bizi hər dəfə tənqid edirlər ki, siz hər şeyi qara görürsünüz. Qardaş biz bu günləri Qarabağı qara görmürük də, ağ görürük. Tərifləyirik. Nə istəyirsiniz bizdən? Bir dənə ağ var, onu da tərifləyirik də, imkan verin. Həmişə deyirsiniz ki, siz onsuz da hər şeyi qara görürsünüz. Görürsüz qara görmürük, ağ görürük. İmkan verin, görək də bunu. Natiq müəllim, ümumiyyətlə siz elə jurnalistlərdənsiniz ki, Azərbaycanda 4-5 jurnalist varsa düzünü danışan, biri sizsiniz. Hirslənməyə dəyməz. Qaldı ki, görüntü, o azərkeşi demək istəyirəm, görüntü odur ki, həqiqətən də Qarabağ Azərbaycanın bir nömrəli komandasıdır. Yəni, ora nala-mıxa vurmaq lazım deyil. Avroliqada burada bir məsələ var ki, Avroliqada çıxışı, Azərbaycan çempionatından çıxışı və stabil oyunu ilə göstərir ki, yəni Azərbaycanda bir nömrədir. Sabahsı gün Natiq müəllimin Natiq müəllim çox düzgün vurğulayır. Sabahsı gün Xəzər Lənkəran 2005, 2006, 2007, 2008-ci ildə çıxışları ilə, o olduğu çıxışları göstərsə, biz də çıxıb deyərik ki, qardaş, hala olsun da bu komanda Babək müəllim, söhbət buna gedir. Ancaq burada bir şey var. Rüfət müəllim, burada bir şey var. Bax, biz deyirik ki, istəyirik ki, Azal gəlsin, Qarabağın səviyyəsinə çatsın. Ancaq bir şey fikirləşmək lazımdır, bura Azərbaycandır. Bir şey eləmək lazımdır ki, Qarabağ gəlib Azalın səviyyəsinə düşməsin. Qarabağı qorumaq lazımdır. O da mümkün olmayacaq belə getsə. Qarabağı qorumaq lazımdır. Yəni ki, bilirsiniz, hər tərəfli qorumaq lazımdır. Əlləri çox düzgün vurğulayıb. Futbolda ümumiyyətlə işin hər bir sahəsində rəqabət başqa şeydir. Jurnalistikanın özündə belə rəqabət olmalıdır ki, istərsəmə sayt bir-birinə rəqabətə girir və saytın, məsələn, qazetin bir-birinə rəqabətə girir və o rəqabət əsasında görsənir kim yaxşı iş ortaya çıxır. Yaxşı iş ortaya çıxır. Futbol da belədir, komanda da belədir, əzizim. Bilirəm. Təşəkkürümüzü bildirir və azarkeş məsələsini çox qalmayaq, azarkeşin üzərində qurmayaq. Mən sözümü dedim, qonaqlar buyurun. Çox üzrəm, sözünü kəsirəm. Ümumiyyətlə bizim bu azarkeşlər, bəzi azarkeşlər əndazəni aşır ha. Yəni ona bir sual versən ki, oyun qaydası birinə də cavab verməyəcək. Ancaq özünü elə aparır ki, sən deməklə bu, nə bilim, vallah, futbol mütəxəssisidir. Qaydanı bilməsin, sadəcə olaraq, Babək müəllim, heç olmasa, o danışıq tərs, onları bilsin. Mən heç nə istəmirəm. Mənim ən böyük istəyim, mən etikanı qoruyan, hər şeyi qoruyan şəxsəm. Və amma azarkeşə də mən heç vaxt haqqı verməm. Mənim ümumiyyətlə sosial şəbəkələrdə dostluğumda olmayan azarkeşlər mənə heç nə yazmasınlar. Mən buradan səslənirəm. Yazmır, olsa cavab verməyəcəm. Və bu azarkeşə də mən bir daha səslənirəm ki, yəni bir balaca öz danışığınıza, deyilişinizə, sözlərinizə düzəliş eləyim. Ay, özə belə də yazıb ki, sadəcə minnət formasına çıxır. Ki, mən nəsə böyük bir günah işləmişəm. Yəni, əslində bizim, məni də hər kəs tanıyır və biz də hər bir azarkeş üçün, azarkeşin qarşısına yaxşı çıxmaq üçün və azarkeşin qarşısına yaxşı informasiya təqdim etmək üçün biz çalışırıq və belə bir verilişlər ərsəyə gətiririk. Bizim niyyətimiz budur. Ona görə də bir balaca hörmət saxlayın jurnalistlərə, bir balaca hörmət saxlayın. Məni etirazı bildirməmişdən öncə get o Natiq müəllim bildirdi, klub rəhbərliyinin qapısında qal, get Lənkəran stadionun qarşısında qal, etirazı bildir. Görüm orada sən bu cür mənə yazdığın şəkildə etirazı bildirə bilərsənmi klub rəhbərliyinə? Bax, bu məsələ var. Get bildir. Niyə bildirmirsiniz neçə illərdir? Etirazı jurnalistim, qəbul edirəm, deyirəm, səsləndirirəm və bunu Xəzər Lənkəran rəhbərliyi də bilir. Mollalarla da söhbətini deyirəm, klubu düzəltmək lazımdır. Keçən dəfə də Kənanla jurnalist həmkarımızla danışan dedik ki, maliyyə problemini Xəzər Lənkəran rəhbərliyi kökündən həll eləsin. Bu komanda oyununa təsir göstərir, birbaşa həll eləməlidir bu. Söhbət maliyyə problemi həll olunsa nə olacaq? Müəyyən qədər həll olunar da indi. Maliyyə problemi yaxşı, yüksək səviyyədə olub. Nəyə nail olub? Yox, müəyyən qədər Xəzər Lənkəran, yəni o bilirsiniz ki, futbolçular neçə ayda almır. Ən azından onları bir balaca Xəzər Lənkəranın maliyyə problemi, qardaş, pul problemi deyil. Xəzər Lənkəranın problemi idarə etmə problemidir. Pul olsa da o Xəzər Lənkəran düzəlməyəcək, olmasa da düzəlməyəcək. Eyni şeydir, ondan sonra olmasın. Heyf deyil Mübarizə Mənsimovun pulu, zəhmətlə qazanılır. Niyə versin ki, bunlar burada 5-6 dənə maşinlik onları xərcləsin? Ehtiyac yoxdur onu verməyə. Onsuz da düzəlməyəcək o komanda. Onsuz da düzəlməyəcək.
Qoy ondan sonra aparsın o Palsudə kənd təsərrüfatının azadlığına yatırım eləsin. Ehtiyac yoxdur gətirib orada futbolçulara bahalı futbolçulara verib onu xərcləməyə. Əslində bahalı yox, yerli futbolçular yönündə yenə o baxımdan dedim və bir də azarkeş məsələsinə toxunuq, elə söhbət elə bu məqamda açılıbsa, Lənkəran, Xəzər Lənkəran açılıbsa, elə Xəzər Lənkəran Qarabağ oyununa toxunaq, yəni mövzudan yayınmaq sonra keçərək o bir klublara. Mən Xəzər Lənkəran Qarabağ oyununu mən də izlədim. Lənkəran şəhər stadionundan və orada çox güclü yağış yağırdı və mən o güclü yağışda hər bir sektorda əyləşən Xəzər Lənkəran azarkeşlərinə və uzaq məsafədən gələn Qarabağ azarkeşlərinə çox böyük təşəkkür edirəm ki, onlar o sevgini saxlayıblar, onlar öz sevimli komandalarına yağış, boran, güclü külək baxmadan gəldilər, dəstəkləyiblər və mən təşəkkürümü bildirirəm. Bu əsl azarkeş istədiyi vaxt gəlməlidir. Biz buna 2-3 veriliş öncə toxunmuşduq ki, əsl azarkeş necə olmalıdır. Azarkeşlərin orada mənə bildirdikləri, səsləndikləri iradlar da var idi ki, yəni Lənkəranın hazırki durumundan və Xəzər Lənkəranın vəziyyətindən onu biz də bilirik, siz də bilirsiniz. Ən çox yan xətt hakimlərindən xeyli giləyləndirlər. Hakimlər niyə özləri bir balaca qərar verə bilmir? Onu Babək bölümündən soruşacağam. Bax, siz mənə dediniz öz fikirlərinizi. Bax, bunları bildirin mənə. Yox da ki, mən belə oturmalıyam, elə oturmalıyam. Xeyr, mən necə oturuşumu özüm sizdən də yaxşı bilirəm. Necə danışığımı sizdən də yaxşı bilirəm. Ona görə siz mənə ancaq fikirlərinizi bildirin. Futbolla bağlı fikirlərinizi bildirin. Mən də böyük məmnuniyyətlə səsləndirirəm. Babək müəllimdə indi hakimlik məsələsinə toxunacağıq. Niyə hakim və azarkeşlərimiz, hakimlər, əsasən yan xətt hakimləri birbaşa qərar verə bilmirlər və baxırlar əsas baş hakimə. Toxunacağıq ona, hakim məsələsinə toxunarıq və Xəzər Lənkəran azarkeşlərində mən bir də nəyə görə səsləyirəm ki, əziz Xəzər Lənkəran azarkeşləri, bax, vaxtı ikən legionerlər çox idi. Natiq məndən razılaşar. Həmin vaxtda azarkeşlər stadiona çox axışırdı. İndi isə yerli futbolçulardır, Lənkəranın futbolçulardır, Lənkəran yetirmələrdir. İndi gəlin, əslində, indi bunlara azarkeşlik lazımdır. Legioner gəldi, çıxdı, getdi, sizi də yadda saxlamır. Bəlkə də yadda saxlamır. Mirsa Rednikin dönəmində xeyli legioner gəldi, getdi. Mirsa Rednik də gəldi, o da getdi. John Toşak da gəldi, getdi. Mustafa da gəldi, getdi. Hərəsi öz üçün bir legioner gətirdi, yapıb getdi. Onların legionerləri dəstəkləməyə məncə ən çox yerli futbolçuları dəstəkləmək lazımdır. Ona görə də yerli futbolçuları ruhlandırmaq üçün, onlar dəstək olmaq üçün gəlmək lazımdır stadiona. Mən belə qərar verərdim. Xəzər Lənkəran Qarabağ oyununa Natiq baxa bildinizmi? Baxma imkanınız oldu. Yəni onun haqqında fikirləriniz varmı? Qarabağın Xəzər Lənkəran. Fikrim ondan ibarətdir ki, belə baxanda Qarabağın oyun ərzində öldürücü üstünlüyə malik olduğunu iddia edə bilmərəm. Yəni Xəzər Lənkəranın heyətində o kəsat futbolçular sözün həqiqi mənasında meydanda mübarizə aparırdılar və buna görə də mübarizə ruhuna görə də bunları alqışlamaq lazımdır. Bu birinci. Amma onu da nəzərə almalıyıq ki, qeyd eləməliyik ki, Xəzər Lənkəran Qarabağın oyunda 1-0 hesabı ilə qalib gəlməsinə də aldanmağa ehtiyac yoxdur. Çünki Qarabağ istədiyi qolu vurub və oyunu da öz təcrübələri, ustalıqları hesabına istədikləri nəticəni sona qədər qorumağı bacardılar. Yəni çox qüvvə sərf eləmədilər. Sözsüz ki, Qarabağın baş məşqçisi də, futbolçular da Xəzər Lənkəranın potensialına bələd idilər və futbolçuların heyətin kəsad olduğunu da bilirdilər. Və ona da əminəm ki, üstəlik Qurban Qurbanovun Avroliqanın oyunlarında, belə deyək də, heyətə əl gəzdirmək, müəyyən taktiki gedişlər eləmək üçün əlinin altında kifayət qədər futbolçu olmasa da Avroliqanın oyunundan danışım, amma Azərbaycan çempionatında çox geniş imkanları var bunun. Çünki Azərbaycanın hələ legionerləri bir tərəfə qoyuram, Azərbaycan səviyyəsində yüksək səviyyəli futbolçular 5-6 yüksək səviyyəli belə deyək, əslində Azərbaycan səviyyəsində yüksək səviyyəli futbolçu varsa, onda Qarabağdadır, Qurban Qurbanovun əlinin altındadır. Bu da onun belə deyək də özün xidmətidir, uğurudur ki, o futbolçuları vaxtında seçib öz komandasına cəlb eləyə bilib. Ona görə də Qarabağ müəyyən taktiki gedişlərə əl ata bilir oyun ərzində Azərbaycan çempionatında və mən güman eləmirəm ki, Xəzər Lənkəran Qarabağa qol vursaydı, tutaq ki, oyun heç başa çata bilərdi. Xəzər Lənkəran Qarabağa qol vursaydı, Qarabağ ikinci qolda təzyiqi artırıb asanlıqla ikinci qolu vuracaqdı. Amma yenə də mən Xəzər Lənkəranın gənc uşaqlarının zəhmətini yerə vurmaq istəmirəm. Onlar çalışırlar, mübarizə aparırlar, əzmkarlıq göstərirlər. Amma təəssüf ki, onlardan da asılı olmayan bəzi səbəblər var ki, onlar nəticə əldə edə bilmirlər. Amma yenə də sona qədər mübarizə aparmaq lazımdır. Yenə də belə deyək də ustalıq səviyyələrini artırmalıdırlar və onlar üçün elə böyük məktəbdir Qarabağ kimi komanda ilə oyunda fürsətdir ki, onlar ustalıq səviyyəsini artıra bilsinlər. Bax beləcə mən bu oyunu belə xarakterizə edə bilərdim. Təşəkkür edirəm. Babaş müəllim, Lənkəran azarkeşlərinin sualına cavab verə bilərsiniz? Yan xətt hakimləri niyə danışım bu oyun haqqında? Bəli, buyurun. Ümumiyyətlə oyun haqqında danışım. Mən ümumiyyətlə o televizora baxanda, oyuna televizor vasitəsilə izləyəndə, o futbol meydanına baxanda mən utandım. Bəli, stadion çox. İnanın mən o futbol meydanına baxanda utandım.
Mənə Ümumiyyətlə dedim çox ki, ideal elə vəziyyətdədir, Afrikanın hansı amma- ki, cəngəlliyin futbol çempionatı keçirir. Və inanın mənə vallahi Yəqin mən burada mübariz mənə səslənmək istəyirəm. Allah and olsun, mən düz deyəcəm. Nəyi var deyəcəm. Mübariz müəllim, bu komandanı dağıtmaq lazımdır. Bilməyənə şəkildə dağıtmaq lazımdır ya. Ona görə ki, bunu yaxşı da sənindir, pisi də sənindir. Əgərləri sənin adın, sizin adınız bütün dünyada yaxşılığa çəkilirsə, əgər bu futbol klubu adı ilə mənfi çəkilirsə, vallahi mən buna razılaşa bilmərəm. Heç cür razılaşa bilmərəm. Stadion çox Bir sözlə ayıbdır. Ayıbdır. Neçə illərdir o futbol meydanı bir nəfər çıxıb o düzəldə bilmir o futbol meydanını. O futbol meydanı düzəlsin. Bəlkə əslində bir ay bundan əvvəl klub nümayəndə demişlər ki, çox ideal vəziyyətə gətirilib. Mən gördüm çox belə pis oldu. İnanınız mənə, futbol meydanı düz olmasa orada keyfiyyətli futbol ola bilməz. İnanınız mənə. Orada sürətli futbol, orada baxımlı futbol ola bilməz. Futbol meydanı yenə düz olsun ki, bu topu da düz ötürmə verəsən. Yəqin jurnalistlər o vəziyyətə salıb o stadionu. Söhbət, baxın, indi mən gör bir şeyi də vurğulayayım. Bir şeyi də vurğulayayım. 2004-cü ildən 2004-cü ildə jurnalistə də günah var, nə yoxdur ki? Jurnalistə də günah var bəzilərində, çoxunda. Ancaq içində mənfəətli qanacaqları da var. Niyə yoxdur ki? Var. Sözünü düzün deyən, futbolun inkişafını istəyən. Eminən artıq mənim günahım. Bilirsiniz? Mən günahımı oynamalıyam. 2004-cü ildən yaradılıb da bu futbol, eləmi? 2015-ci ildə bir dənə futbol klubu mənə çıxartsın desin ki, mənim altyapımdan hansısa bir Belçikanın birinci divizyonunda mı, Rusiyanın birinci divizyonunda bir dənə futbolçu çıxıb. Bax, budur inkişaf. Biz bunu eləməsək, qardaş, mümkün deyil. Hamısı boş-boş şeylərdir. Gətirəcək, yığacaq ora legionerləri, yalandan yığacaq ora institüləri, nədir o azarkeşləri, 10 min yazacaq, 5 min yazacaq. Kimə lazımdır 10 min, 5 min? Yalandan yazır sonra. Doldurursun. O günləri Kəpəzin azarkeşinə fikir verirəm, açıqlamasına fikir verirəm. Deyir, hanı burada? İnspektor yazıb 15 min, burada 10 min tamaşaçı yoxdur. Süni olmaz, biz süni inkişafın yolundayıq, əzizim. Süni heç nə mümkün deyil. Mən bunu 7 il bundan öncə demişəm, 2009-cu ildə. Süni heç nə, hər şey təbii olmalıdır, bu futboldur. Bu hansısa bir naziri deyil ki, girəsən nazirin divarlar arasına öz bildiyi eləyəsən. Hər şey olmalıdır, təbii olmalıdır. Bəli, ot örtüyü də təbii olmalıdır. Azərbaycan havası üçün süni örtülü olmaz. Ona görə də əzizim, hər şey təbii olmalıdır, süni yox. Nə qədər süni olacaq, nə qədər rəqəmlər, yalanlar rəqəmlər yazılacaq, futbolda olmayacaq, mümkün deyil. Təşəkkürlər, minnətdarıq. Ona görə də yalanlar yazılır, altyapı belədir, bunun inkişaf, hanı inkişaf? Bir dənə futbolçu mənə göstər, ginən ki, gənə deyirəm. Yəni xət hakim, hakimliyi sən Allah. Hakimliyi vallahi billahi nə bilim, vallahi üz qalmayıb. Hakimli danışmıyor, xahiş edirəm. Qoy Xaqani, hörmətli Xaqani müəllimə və professor Ramil Musayevə danışsın hakimlər. Onlar bizdə bir şey yoxdur. Neftçi Rəvan oyununa toxunaq. Neftçi Rəvan oyununda mən bir çoxları dedi gözlənilməz nəticə, saytlarda. Amma mən bu nəticəni gözlənilməz nəticə hesab eləmirəm. Çünki Neftçi bu dəqiqə ideal bir komanda deyil. Neftçi bu dəqiqə sıradan bir komandadır, adi bir komandadır. Yəni Neftçinin son çempionatlarda, bu çempionat ərzində göstərdiyi oyunlar göstərir ki, Neftçi də artıq adi komandalardan birinə çevrilib. Ona görə Neftçinin Rəvana uduzmağı böyük sensasiya olmamalıdır. Çünki rəqibdə biz hörmətlə yanaşmalıyıq. Necə ola bilər ki? Nasıl mən Neftçini udmaq olmazdı mı ki belə durumda? Yəni gözlənilməz nəticə hesab etmək olmaz. Heç bir gözlənilməz nəticə yoxdur Neftçinin Rəvana uduzmasında. Əslində mənim üçün ən gözlənilməz böyük sensasiya bir tur əvvəl Sumqayıtın Neftçiyə uduzması idi. Mən tamamilə əmin idim ki, oyun komponentlərinə, futbolçuların məşqçi işinə, komandanın real durumuna nəzər salarkən, təhlil edərkən mən tamamilə əmin idim ki, Sumqayıt Neftçini asanlıqla qalib gəlməlidir. Amma oyundan qabaq söz-söhbət yayıldı ki, Sumqayıt Affan baş katibi Elxan Məmmədovun göstərişi ilə oyunu bilərəkdən Neftçiyə verəcək. Və çox təəssüf ki, Sumqayıt uduzdu və mən iddia eləmirəm Sumqayıt oyunu bilərəkdən verdi. Amma qol epizodlarına baxanda mənim şübhələnməyə tam haqqım var. Çünki Sumqayıtın qapıçısının, cərimə meydançasının belə deyək də şimal buzlu okean tərəfinə gedib orada futbolçunun ayağına getməsi, penalti yaratması, bunlar hamısı şübhəli məqamlar idi. Mən bunu şübhələnməyə tam haqqım var. Amma yenə də şübhələnməzdim Neftçi gəlib Rəvanı qalib gəlsəydi. Fikirləşərdim ki, artıq Neftçi böhran
həddindən çıxıb, yüksəliş yolunu tutub, Sumqayıda qalib gəlib, indi də Rəvana qalib gələcək. Yəni bu Sumqayıt oyunundakı qələbə Neftçidə ruh yüksəkliyi yaratmalı idi və gəlib hələ qələbəsi olmayan, hələ çempionatda hamıya məğlub olan Rəvana qalib gəlməli idi. Amma Neftçi bu oyunda nəinki qalib gəldi, hətta məğlub oldu. Bu onu göstərdi ki, Neftçinin qələbəsi komanda ruhunun qələbəsi deyildi. Və həmin oyundan qabaq da biz yazmışdıq ki, əgər Sumqayıt bilərəkdən uduzacaqsa Neftçiyə, yadınızdadır həmin oyunda artıq Sumqayıt yüksəliş dövründədir. Samir Abbasovun gəlir. Və Sumqayıtı sağaltmaq mümkün olmayacaq. Bizim səhv eləmirəmsə komandada afişa üçün yazının başlığı belə idi. Baş katib sağalmış komandanı xəstəyə qurban verəcəkmi? Xəstə Neftçi idi və təəssüf ki, qurban verildi və nəticəsi nə oldu? Sumqayıt Zirə ilə oyunda məğlub oldu. Psixoloji cəhətdən artıq sınıb Sumqayıtın futbolçuları. Ona görə də Neftçinin Rəvana uduzması mənim üçün heç bir sensasiya doğurmur. Mənim üçün sensasiya Sumqayıtın Neftçiyə uduzmasıdır və Neftçini indi hamı uda bilər. Neftçidəki idarə etmə sistemi o həddədir ki, Neftçi gəlib, yadınızdadır, siz xatırlayırsınız Hans-Jürgen Gedenin dönəmi Neftçini. Həmin vaxtda Neftçinin idarə etmə sistemi Affanın baş katibi İlxan Məmmədovun əlində idi. Və İlxan Məmmədov yenə də öz bacarığını, fitri istedadını, futbola baxışını, futbol biliyini tamamilə ortaya qoyub Avroliqanın qrupunda olmuş bir komandanı yenə gətirdi, həmin Gedenin komandası səviyyəsinə saldı. Yəqin ki, o Neftçini inkişaf elətdirmək istəmirdi. Onun qarşısında bir məqsəd olub İlxan Məmmədovun. Görün mən tutaq ki, bu komandanı, üst səviyyədə olan komandanı gətirib yenə də alt səviyyəyə sala bilərəmmi? Və bu adama mən buradan deyirəm ki, əhsən, siz həqiqətən də bunu bacarırsınız. Gözəl bacarırsınız və bugün həmin Neftçi Hans-Jürgen Gedenin dövründəki Neftçidir. Ondan qətiyyən fərqlənmir, ondan da bir qədər aşağıdır və mənim sadəcə orada bir nəfərə heyfim gəlir, o da Samir Əliyevdir. Samir Əliyevi mən həqiqətən də yaxşı mütəxəssis ola biləcəyinə ümid edirdim. İnsan açıqlamalarından mən fikir verirəm ki, Samir Əliyev sözü deməyə bacaran insandır, söz deyə bilir. Amma gərək o bütün Neftçidə baş verən hadisələri görəydi və imkan verməyəydi ki, onu qurban versinlər. 2-3 turdan sonra Samir hər şeyi gücləyəcəklər Samir Əliyevin boynuna. Bax, bunu sizə deyirəm burada. Deyəcəklər, bütün günahlar bu məşqçidəymiş. Artıq ilkin açıqlamalar gəlir klubdan. Müşahidə Şurasının üzvü bu günlər Əsgər Abdullayev açıqlama verib ki, komanda əgər məğlub olursa, deməli, komanda hazır deyil. Komanda hazır deyilsə, deməli, Samir Əliyev məşqçi deyil. Bu artıq Əsgər Abdullayev səviyyəsinə gəlibsə, yavaş-yavaş qalxacaq Çingiz Abdullayev, Əvəli Qasımov, Elnur Məmmədov səviyyəsinə və Samir Əliyevi bir onlar yükləyəcəklər hər şeyin bu. Baxın, necə dəyərləndirirsiniz? Klub nümayəndələri bildirmişdi ki, Neftçidə seleksiya işləri çox yaxşı Çox yüksək aparılır. səviyyədədir. Görürsünüz, gətirdiyi futbolçulardan tamamilə görünür. Onların yüksək səviyyəsi, mən sizə deyirəm də, onların yüksək səviyyəsi Hans-Jürgen Gedenin futbol biliyinə əsaslanır. Onların Elxan Məmmədovun futbol düşüncəsi, fəlsəfəsi Bert Foxun futbol fəlsəfəsidir. Buradan o yana fərqlənmir. O adam 6 ildən, 7 ildən sonra qayıdır deyir ki, Prasnevskin rəhbərliyi altında Azərbaycan millisi 4 oyunda uduzmayandan sonra adam qayıdır deyir ki, biz gərək vaxtında Foxu göndərəydik. Təsəvvür edirsən, Azərbaycan idman mətbuatı 6 il əvvəl Uels ilə Bakıda keçirilən oyundan sonra 0-1 hesabı ilə biz məğlub olduq. Həmin oyundan sonra biz Foxun mətbuat konferansını boykot elədik və Azərbaycan idman mətbuatı bəyan elədi ki, bu məşqçini göndərmək lazımdır. Azərbaycan futboluna ayrılan pulu xərcləməyə ehtiyac yoxdur bu məşqçiyə. 6 il Elxan Məmmədov hər vəslə Bert Foxu millidə saxladı. 6 ildə hər ildə 10 milyon pul getdi. Almanların təkcə məvacibinə 10 milyon. Bizim 60 milyonumuz eləcə yoxa çıxdı, əridildi. Və 6 ildən sonra bu adam ayıldı ki, Bert Foxu vaxtında göndərmək lazım idi. Bizim futbola bu adam başçılıq eləyir. Babəş müəllim də deyir ki, Azərbaycanda futbol niyə yoxdur? Azərbaycanda futbol ona görə yoxdur ki, Azərbaycan futbolunda Rövnəq Abdullayev var, onun Elxan Məmmədov kimi kadrı var. Təkcə məsələ Ramin Musayevlə deyil Babəş müəllim. Əzizim, mən başqa fikirdəyəm. İndi sizin fikrinizə hörmətlə yanaşıram. Mənim fikrim başqa cürədir. Buyurun. Əgər hər bir klubun dünyada belədir. Əgər bir klubda iş düzgün getmirsə, həqiqətən də onun günahkarı böyük günahkar. Baş məşqçidir, əlbəttə ki, baş məşqçidir. Baş məşqçi o günləri Samir Əliyev futbol oynayanda mən onun hakimi olmuşam. Və necə futbolçu oldu, mən çox yaxşı bilirəm. İnsan kimi də ona böyük hörmətim var. Və Neftçi Rəvan oyununda həqiqətən də Neftçi çox bərbad oynadı. Necə vurğulayım, mən həm oyuna canlı izləyirdim. Rəvan bütün komponentlərdə Neftçini üstələdi. Bütün komponentlərdə. Ancaq burada bir məsələ var. Seleksiya məsələsidir, oyuncunun gətirilməsidir. Oyuncunun gətirilməsi və seleksiya məsələsi bir mənalı şəkildə baş məşqçinin futbola baxışından və onun
fəlsəfəsi futbol fəlsəfəsindən irəli gələn şeylərdir. Onu nə Çingiz Abdullayev, nə də Elnur Məmmədov, nə də o birisi gətirib qoya bilməz ora. Əgər Elnur Məmmədov ya Vəli Qasımov, mən onları tələbləməz, onlar nə qardaşımdır, mənim dayımdır. O da düzgün nə deyirəm. Əgərləri onlar gətirib o futbolçu ora sırıyıbsa, onda Samir Əliyev kimdir? Bilirsiniz? Söhbət bundan gedir. Babək müəllim, sizin fikrinizlə razı. Xahiş bir də. Samir Əliyev mənim fikrimcə bir mənalı şəkildə Neftçi Rəvan oyunundan sonra istefa etməli idi. Baxmayaraq ki, lap onu belə saxlasaydılar belə, nə bilim ona minnət eləsəydilər belə. Deməlidir, bilirsiniz nə var, əzizim? Birinci insan mənim fikrimcə öz-özünü hörmət eləməlidir. Ne üçün? Qardaş, bu oyunu sən əgər axırıncı yerdə gedən Rəvana sən uduzursansa, buradan oynayan yoxdur əzizim. Buradan oynayan yoxdur. Əlləri çıxır hər bir futbolçu ağzına gələn oyundan sonra danışırsa, ağzına gələn açıqlama verirsə, komandada birlik yoxdur, komandada nə bilim torba tikmək varsa, bu baş məşqçinin zəifliyindən belə gəlir. Əmələ gələn şeylərdir əzizim. Dünyada belədir. Bu fikrinizlə razıyam və mən də onu vurğuladım ki, əslində Samir Əliyev istifaya getməli idi. Bu bir. Mütləqdir. Amma Samir Əliyevi o komandaya kim gətirib? Bu idarəçilər. Əzizim, Samir Əliyev istifa verərkən onun istifasını qəbul eləməyən kim idi? Yenə də bu idarəçilər və ümumiyyətlə baş məşqçi istifaya getmirsə, idarəçilər yığışıb klubun mənafeyi naminə onu niyə göndərmirlər? Bu üç. Mən deyim sizə. Axşam Real Sociedad Moyesi göndərdi istifaya. Özü getmədi Moyes. Rəsmilər yığışdı, Las Palmasa oyundan sonra təcili icra keçirdilər, istifaya göndərdilər. Niyə bunlar bunu eləmirlər? Artıq mən sizə deyəcəm. Buyurun. Mən ona görə ki, Samir Əliyevə şans vermək lazım idi. Ona görə Samir Əliyev, əzizim, Azərbaycandan futboldan çıxan bir şəxsdir. Samir Əliyev mən bildiyim qədər Neftçi Qəbələ oyununda şans verilmişdi. Hansı oyunda? Neftçi Qəbələ oyununda Qəbələ Neftçini uddu və orada həmin oyundan mətbuat konfransında. Şansı 2 ay verilmir. Şans verilirsə 6, 7 ay, 8 ay verilməlidir bu adama. 1 il verir, bir mövsüm şans verilməlidir. Ancaq bir dəqiqə deyəndə qardaş, niyə başqa ölkələrdə bir baş məşqçi ilə 6 ay müqavilə bağlasınlar da, niyə 2-3 illik müqavilə bağlayırlar? Ancaq Samir Əliyevə şans verilməyi mənim fikrimcə düzgün idi. Ancaq Samir Əliyev mənim fikrimcə düzgün istifadə eləmir bu şansdan. Bu şəxsi mənim fikrimdir. Və əsaslandırın da mənim sözüm. Ona görə ki, futbol meydanında futbolçulara və oyundan öncə futbolçulara psixoloji hazırlığı, oyuna fiziki hazırlığı bunu idarəçilər eləmir əzizim. Bunu bir mənalı şəkildə baş məşqçi eləməlidir. Və mən yenə deyirəm və sözümün üstündə dururam. Bir mənalı şəkildə Samir Əliyev mənim ki, mən açığına sizə deyim, orada 1-2-3 mütəxəssis var idi, oturmuşdum. Oyuna baxırdım canlı. Mən oyun bitəndən sonra mən düzdür ona baxdım, mən üzbəüz oturmuşdum oyuna. Və onun nə halda olduğunu mən gördüm. Nə halda olduğunu gördüm. Mən ona yanında oturan bir mütəxəssis var, adını deməyəcəm. Dedim o gedib indi istefa versə, ona halal olsun. Ancaq o neynədi? Çıxdı dedi ki, mən istefa vermədiyimə görə peşmanam. Əzizim, istefa vermək heç vaxt gec deyil. Hər an istefa verə bilərsən, bu gün istefa verə bilərsən və istefanın üstündə durmalısan. Ona görə sən cavan mütəxəssissən və sənin gələcəyin var. Əzizim, bir gün yaşamaq olmaz. Qabağa fikirləşmək lazımdır ki, sabahsın deməsinlər ki, sən həmən ki, o bəzi ağzı gələ göyçəklər var, özünü mütəxəssis sayırlar, ayda 4 dənə istefa verirdi, təzdən qayıdırdılar. 4 dəfə verirdi, təzdən qayıdırdılar. Öyle olmaz. Verdin, çəkil deyən qıraqda. Qutardı, getdi. Bugün əgər sənin bu işin alınmayıbsa, sən bu o komandanı formalaşdıra bilməmisənsə, gənə deyirəm. İki tərəfdən baxsın, iki tərəf də günah bundadır. Niyə? Əgərləri sən oyunçunu, sənin rəhbərin gətirib bura sırıyırsa, deməli sən yaxşı məşqçi deyilsən. Çəkil deyən qıraqda. Əgərləri sən düzgün olmayaraq o futbolçunu gətirib bura qoymuşsan, deməli sən də yaxşı məşqçi deyilsən. İki tərəfdən də mınlıqdır. Neftçinin problemini tapdıq. Əlbəttə ki, budur. Bir mənalı şəkildə budur. Və Babək müəllim də sözündən belə çıxır ki, Samir Əliyev getsə Neftçi kələni kürə eləyəcək. Əzizim, mənim fikrimcə Neftçiyə gəlməlidir Şahin Diniyev. Bu mənim şəxsi fikrimdir. Mən gözləyirəm ki, Şahin Diniyev gəlsin. Şahin Diniyev gəlsə də belə şeylər olmazdı orada. İnanınız mənə. Ona görə Şahin Diniyev... Amma mən fikirləşirəm ki, nə qədər ki Neftçidə Elnur Məmmədov, Elxan Məmmədov tandeminin nəzarəti var, Neftçi həmişə belə olacaq. İnşallah zaman göstərər. Hans Jürgen Gediyanın vaxtında da belə olub.
Belə olub da onda da Zaman- özləri Alman məşqçisi onu zaman göstərər, Heç Natim kimdə müəllim. bunlara, heç kimdə bunlara mane olmurdu. Gəldilər o cürə komandanı dağıtdılar. Vətən xaini çıxartdılar o komandada olan oyunçuları. Eyni proses indi də davam elədi. Təsəvvür edin, bunlar gəldilər Avroliqanın qrupunda olmuş bütün futbolçuları Neftçidən qovdular ki, siz xainsiniz. Siz kimin adamısınız? Bunlar ləhşəliyirlər insanlara. Orada başqa şeylər var, orada başqa amillər var. Necə ki, Rəşad Sadıqovu şantaj eləməmişlər. Eləcə də Elvin Yunuszadanı şantaj elədilər. O birisini şantaj elədilər. Komandadan qovdular ki, siz filankəsin adamısınız, siz futbolçuya belə yanaşmaq olmaz deməli. Futbolçu belə idarə etməklə Azərbaycanın futbol Rəşad Sadıqov getdi, hələ də 33 yaşı var, hələ də Qarabağda onun yerin verə biləcəyi adam yoxdur. Nəinki Qarabağda, Azərbaycan futbolunda onun yerin verə biləcəyi adam yoxdur. Bunlar Rəşad Sadıqov neçədən vətən xaini kimi qovdular. Bunu Elxan Məmmədov elədi. Bu hamımızın gözümüzün qabağında oldu. Yəni Elxan Məmmədov deyə bilməzsiniz. Elxan Məmmədov demək üçün fakt lazımdır. Onda mən danışsam, inanın mənə Natiq müəllim. Hans Jürgen Gedeni Azərbaycanda Elxan Əzizim, Məmmədovdan başqa Natiq müəllim, mənim sizə böyük hörmətim var. Ancaq mən danışsam, onda gələ futbol dayansın. Futbol dayansın. Mən bildim. Danışıram da, 7 il danışıram da. Mən bilsəm danışaram şəxsən. 7 il danışıram Amma niyə da. dayanmır? 7 il danışıram da. PFL prezidenti yerində oturmayan bir insandır. Danışıram da. Razıyam. Danışıram da. Hani? Amma təkcə PFL prezidenti mi? Minnətdarıq, təşəkkür edirik. Mövzudan çox kənara çıxdıq. Biz çempionatı müzakirə edirik. Söz yox, yəni mövzu nə baxımdan Premyer Liqadan kənara çıxdı və Neftçinin problemi ilə çempionatımızın problemidir. Elxan Ölkənin Məmmədov ən güclü üstünə komandasının bu vəziyyətdə olması Azərbaycan futbolunun bu dəqiqə bir nömrəli problemi olmalıdır. Bütün məsələn Spartak pis çıxış eləyəndə bütün Rusiya mən mətbuatını izləyirəm, hamısı Spartakdan danışır. Digər oyunların heç birindən danışmırlar. Və yaxud da ki Dinamo bu təbii haldır. Yəni bizim Neftçiyə bu qədər vaxt ayırmağımız təbii haldır. Biz də istəyirik ki, Neftçi ölkənin köklü komandasıdır. Neftçi budur, Neftçi özləri flagman. Minnətdarıq, Natiq müəllim. Digər komandalar incəcək bizdən. Neftdən çox danışdıq. Digər komandalar incəcək bizdən. Qol hərəsinə eyni vaxtda vaxt ayıraq və bir daha vurğulayıram ki, bizim verişimizdə görürsünüz. Meydan qızışdı. Mən hazırda hər ikisinə fürsət verdim fikirlərim bilsin, amma təbii ki, burada hər kəsin səsləndirdiyi fikirlərə görə hər kəs özü məsuliyyət daşıyır. Yəni onların öz şəxsi fikirləridir. Biz də hər kəsin şəxsi fikrinə hörmətlə yanaşıb təqdim edirik. Burada tənqidi fikirlərdir və tənqidi fikirlər də təbii ki, səsləndirirlər, tənqid olar, təhqir olmaz. Ona görə də şəxsi fikirləri də bildirir. Yox, estağfurullah. Yox, estağfurullah. Mən ümumilikdə deyirəm. Və keçid alırıq Qəbələ Inter oyununa. Qəbələ Inter oyununda biz vurğulamışdıq ki, verişin əvvəlində ki, Qəbələdən danışacağıq. Hansı ki, Interin vəziyyəti mən ötən dəfə də bildirdim ki, Interdə də yenidən maliyyə sıxıntılar, digər komanda bəzi bizim Premyer Liqdə maliyyədən əziyyət çəkən komandalarımız kimi Inter də əziyyət çəkir və Interin hansı durumu olduğunu yəqin ki, Inter azarkeşləri və digər futbol azarkeşləri də bilirlər. Və təbii ki, belə bir vəziyyətdə Inter səfərdə mən deyərdim ki, belə deyək, bir xalla qayıtması da pis nəticə deyil bu durum üçün. Qəbələ baxımından toxunaq, yəni Qəbələnin son vaxtlarki oyunları mənim şəxsən heç də ürəyimizə deyil. Yəni mən öz şəxsi fikrimdə səsləndirə bilərəm aparıcılığından əlavə, çünki mən də futbolun içindəyəm. Və Qəbələnin mən enişini görürəm. Qəbələ komandasının enişi göz qabağındadır. Bilmirəm indi orada komandanın daxilində hava var necədir. Və saytlarda xeyli artıq bununla bağlı hansı ki bizim gördüyümüz, düşündüklərimiz artıq yazılır, deyilir, səslənir və artıq biz də düşüncələrimiz öz əsasını verir ki, bəli, Qəbələdə eniş var. Qəbələdə Qırqarçukun o getmə məsələsindən sonra ab-hava xeyli dəyişib. Legionerlər bilmirlər, qalacaqlar, gedəcəklər, Qırqarçukları aparacaq, yoxsa özünü saxlayacaq hələ ki Qəbələdə. Qəbələdə daha bir problem yerli futbolçuların oynadılmaması məsələsidir ki, nə vaxta qədər Rəşad Sadıqov ehtiyat meydançada, ehtiyat kamerada oturacaq, Ruslanı otuzduracaq və bütün şans veriləcək Avrokuboklarda bütün legionerlərə, yəni Arif Daşdəmirov çıxma şərtlə, onu da araşdırsaq, Dağıstan idmançıdır, eləmi? Dağıstanlı futbolçudur. Və məcburiyyət qarşısında mən deyərdim ki, Qırqarçuk çempionatda oynadı, çünki limit məsələsi var. Məncə, mən də bunu düzgün dəyərləndirməzdim. Niyə Qırqarçuk bu futbolçulara da şans vermir, yerli futbolçulara da, bu da maraqlı məsələdir. Natiq müəllim, Qəbələ Inter oyunundan bağlı, Qəbələnin biz toxunduq Avrokubok məsələsinə, amma bu enişini çempionatda nə ilə əlaqələndirir sizin əlavələriniz var? Mən bir ikisini dedim. Sən bir məqamı vurğuladın. Tutaq ki, Qəbələnin enişi ondan başladı ki, Qırqarçukun Ukrayna yığmasının baş məşqçi postuna namizəd olması ilə bağlı xəbərlər yayılandan sonra təbii ki, burada birinci növbədə mən deyirəm Qırqarçukun özünün gətirdiyi futbolçularda belə deyək boşalma hissi ola bilərdi ki, Qırqarçuk gedəcək, yəqin bunların sonrakı taleyi necə olacaq bununla bağlı. Bu birinci məsələ. İkinci məsələ.
Gələk indi əsas məsələ mənə görə odur. Qriqorçuk sən də vurğuladın ki, Avroliqanın oyununda tamamilə başqa heyət oynadır, çempionat oyununda isə tamamilə başqa ilə oynadır və üstəlik Qriqorçuku qınadın ki, niyə o Avroliqa oyunlarında yerli futbolçulara şans vermir. Qriqorçuk Azərbaycan çempionatının oyununda yerli futbolçulara şans verir. Bilirsən ki, limitə görə 6+5, 5 yerli futbolçu məcburiyyətlə meydana çıxmalıdır. Və həmin 5 yerli futbolçunu meydana çıxardır, Qarabağın, Qəbələnin göstərdiyi nəticələrə bax. Eniş deməli birbaşa bağlıdır kimlə? Yerli futbolçuların səviyyəsindən. Qriqorçukun əlinin altında Avroliqada oynaya biləcək yerli futbolçu olsa, Qriqorçuk heç vaxt o futbolçudan imtina eləməz. Mən buna bir mənalı olaraq əminəm. Bir il bundan qabaq nəzərdə alın. Bir il bundan qabaq bu Qəbələ 9 yerli futbolçu ilə Bosniya-Hersegovinanın Şiroki Birek komandasına həm Qəbələdə, həm Bosniyada biabırçı hesabla uduzan komandadır. Həmin komandanı bir il bundan qabaq birinci mərhələdə biabırçı hesabla uduzan komandanı Qriqorçuk özünün gətirdiyi orta-bab səviyyəli futbolçularla Avroliqanın qrup mərhələsinə daşıyıb. Qriqorçuk o futbolçuları gətirməsəydi, bu yerli futbolçulara güvənsəydi, o komanda yenə də birinci mərhələdən uduzub çıxacaqdı yerli futbolçuların hesabına. Onun bir məsələ var. Mən yerli futbolçuların nəyə görə tərəfdarıyam ki, yerli futbolçu oynasın. Yerli futbolçular oynayanda Azərbaycanda yerli futbolçular o vaxt oynamalıdır ki, oynamağa layiq olsun. Biz isə məcbur eləyirik. Biz isə məcbur. Antonov Azərbaycan Premyer Liqasının bombardirləri siyasındadır. Buyurun mənə bir dənə yerli futbolçu götürün, təkcə Qəbələdə yox. Bütün Azərbaycan çempionatında bombardirlər siyasında yer alıb. Rahid Əmirquliyev. Rahid Əmirquliyev bir dənə 5-ci orada. Və salam o da hücumçu deyil heç. Öz ampulasında olmayan Xəzərlənkənə. Bir dənə başqa futbolçu göstərin mənə, Qarabağdan tutmuş hamısı əcnəbidir. Və sizin o bəyənmədiyiniz Antonovda. Mən bəyənmirəm. Bəli, sizin bəyənmədiniz Antonovda. Amma Antonov səviyyəsində mən Azərbaycanda futbolçu görmürəm. Antonov heç də yaxşı legioner deyil. Olsun, Antonov zəif legioner. Mən nə deyirəm? Mən deyirəm, Qriqorçukun gətirdiyi futbolçular səviyyəli deyil. Ortabab futbolçulardır. Və o ortabablarla Qriqorçuk Avroliqanın qrup mərhələsinə düşüb. Bunu qəbul edirsiniz. Amma yerli futbolçularla Neftçi çıxmışdı. Çernogoriyan komandasına birinci mərhələdən uduzlu çıxdı çölə. Qardaş, yerli futbolçuları buraxacaqdı, Qriqorçuk yenə də orada uduzacaqdı. Nəyi pisdir ki, işləyən Azərbaycan komandası Avroliqanın qrup mərhələsində oynayır, Azərbaycanın hesabına xallar yazılır. Qriqorçuk gəlir Azərbaycan çempionatında 5 yerli futbolçunu buraxır meydana, həmin futbolçular Azalı uda bilmir. Niyə? Azalın da heyətində 5 yerli idmançı var, futbolçu var, Qəbələnin də. Aşağı-yuxarı hamısının səviyyəsi eynidir. Aşağı-yuxarı eynidir. Bəzi məqamda razılaşmıram. Mən demirəm ki, bütünlüklə legioner yerli futbolçu olsun. Yaxşı, əvəz olunmada heç olmasa. Yaxşı, sən uduzursan rəqibə 4-0, 3-0. Heç olmasa əvəz olunma məsələsində yerli futbolçunu bir meydana buraxır. Buraxır. Harada buraxır? Bəzi Rəşad Sadiqovu, nə bilim, kimisə nəyisə buraxır. Amma Samir Zərgərovu, amma yoxdur da qardaş, start heyətinə salacaq futbolunu niyə qəbul eləmirik biz? Amma niyə futbolçu yoxdur? Bu problem danışsaq, mən gərək onda 3 gün burada danışam. Mən açıq, yəni o məsələ toxunam ki, ümumiyyətlə Qriqorçuku biz, mən demirəm pis məşqçidir. Yəni Qriqorçukun transferi, Qəbələnin transferi heç də bu dəfə heç də yaxşı deyil. İstər Antonov Qaya olsun, istər Antonov olsun. Yəni Antonov keçən də mən yadımda ki, Borussiyanın Qəbələ oynayanda, Qəbələnin, yəni Azərbaycanda oynayanda, paytaxtda oynayanda 76-cı dəqiqədə əvəzlənmə olanda heç Antonov getmirdi. Artıq Antonov elə bildi ki, onu əvəzləyir. Bu adam artıq 76-cı dəqiqədə özünün söndüyünü görən bir futbolçu Qriqorçukun gözündə görünmədi. Qriqorçuk onu saxladı. Hamı da düşündü ki, Qriqorçuk yəqin onu özü gətirib deyənə 90 dəqiqə oynadır. Niyə oynadırsan? 76-dan bu sönübsə 76-cı dəqiqədə o meydanda qaça bilmirsə, deməli bunun yerinə qoyub. Necə ola bilər ki, yaxşı Antonov əgər 76-cı dəqiqə oynaya bilmirsə, yəqin ki, bir yerli futbolçu yorulmuş, əldən düşmüş Antonovdan ki, pis oynamayacaqdı. Rüfət, sözündə müəyyən mənada həqiqət var. Ancaq sizin dedim bəyənmədiyiniz Antonov Qay Qəbələni Avroliqanın qrupuna daşıyıb. Mənə bir dənə Azərbaycan komandası göstərin ki, Azərbaycanın futbolçularla gəlsin otursun Avroliqanın qrupunda, mən sizin qarşınızda əlimi qaldırım yuxarı. Deyirəm 9, mən bayaq misal çəkdim Qarabağı qatmayan ora. 5-6 futbolçu tapıb ki, Qurbanov öz sisteminə zorla uyğunlaşdırıb onları öz sisteminə və yenə də Qarabağın da hətta Avroliqanın qrupunda buraxdığı qollarda baxın, səhvlər hamısı yerli futbolçularında. Hamısı yerli futbolçularında. Avroliqanın o tətbiq olunan ki 6+5 sistemi var ha. Avroliqa Qurbanova imkan vermir ki, Çempionlar Liqasının qrup mərhələsində oynayacaq komanda yaratsın. Çünki Qurbanov istədiyi legionerləri alıb gətirə bilmir bura. Çünki gətirib onları ehtiyatda saxlayacaq. Qurbanov məcburdur ki, gətirsin hansısa yüksək səviyyəli legioneri, sabahları hansısa orta səviyyədən aşağı Azərbaycanın futbolçu Azərbaycan çempionatında oynayacaq, o qalacaq ehtiyatda. Yüksək səviyyəli legioner Azərbaycanda ehtiyatda qalmağa gəlmir.
yüksək səviyyəli legioner oynamağa gəlir bura. 6+5 sistemi götürülməlidir. Türkiyə artıq bunun bəlasını çəkdi və götürdü o sistemi ləğv elədi. Rusiya götürmür. Bunlar da rus dillilərdir. Rusiyadan nümunə götürürlər. Orada Putinlə Mutko deyir ki, Rusiya futbolçuları oynayanda 2018-ci ildə Azərbaycan Rusiya dünya çempionu olacaq. Dünənləri Andrej Villaş-Boas Zenitin baş məşqçisi açıqlama verib ki, mən Haq kimi futbolçunu gətirib burada ehtiyatda saxlamamalıyam limitə görə. Amma Rusiya heç vaxt dünya çempionu ola bilməyəcək. Bilirsən də, dünya çempionu olmaq üçün sənin futbolçuların böyük beşlik ölkələrində oynamalıdır. Almaniyada, Rusiyada top qaba sən oynaya bilməzsən. Rusiya öz futbolçularını göndərməlidir İngiltərəyə. Azərbaycanın futbolçunu məcbur oynada bilməzsən. Oynadıcaqsa sonra inkişaf eləməyəcək. Azərbaycanın futbolçu rəqabət aparmalıdır, səviyyəsini artırmalıdır. Mənim yadıma nə düşdü? Vaxt vardı biz Berti Fokusun eninə də döşürdük, sağına da döşürdük ki, niyə Araz Abdullayevi meydana buraxmır, milliyə götürmürsən? Onda hələ Araz Abdullayev Neftçidə ehtiyatda oturdu. Araz Abdullayevə şans verdilər, Neftçidə oynadı. Hanı o Araz Abdullayev? Mənə bir dənə Azərbaycanın futbolçu göstərin ki, o daim oynayıb inkişaf edib. Göstərin də. Hanı sizin dediyiniz o Rahid Əmirquliyev? 8 ildir Xəzər Lənkərandadır. 7 il bundan qabaq onunla Dinamo Zagreblə üzbəüz oynayan Modric Realdadır. Niyə inkişaf eləməyib qardaş? Niyə inkişaf eləməyib bu futbolçu? Axı bu həmişə oynayıb. Deməli inkişaf eləmək üçün rəqabət lazımdır, rəqabət. Bizim futbolçular isə Əmin Arxanı gətirib qoyuruq məcbur. Elxan Məmmədov məcbur eləyir ki, oynamalıdır bu. Səviyyəsi yüksəkdir, aşağıdır, yuxarıdır, bu onun vecinə də deyil. Deyir oynamalıdır. Birinci divizyona limit tətbiq eləyib. 21 yaşlı, 19 yaşlı futbolçular oynamalıdır mütləq. Gedin baxın 19 yaşlıların, 21 yaşlıların heyətinə. Bir dənə birinci divizyona orada futbolçu çağırıblar. Yoxdur. Bəs niyə o limiti tətbiq edibsən birinci divizyona? 3 ildir birinci divizyonda limitimiz var bizim. Hanı birinci divizyondan sən çağırdığın inkişaf? Hanı birinci divizyonda yetişən bir dənə futbolçu sən onu Premier Liga komandaları götürüb onu? Təşəkkür ederim Yadlar. Qaldı ki, o sizin sözünüzü Antonov söhbəti. Yəni deyirsiniz ki, Antonov güclü legionerdir. Əgər Antonov güclü legionerdirsə, təsəvvür edin ki, o güclü olmaya bizim bu futbolçuların içində seçilir. Seçilir. Babeş müəllim sözünün qüvvəti. Seçilir. Özbəkistandan gələn Bahadur Nasimov Özbəkistan yığmasına çağırılmırdı qardaş. Amma Azərbaycan çempionatının bombardiri idi. Budur bizim problemimiz. Biz indi Bahadur Nasimovu öldürməliydik ki, sən niyə oynayırsan, Azərbaycanın futbolçu ehtiyatda qalıb? Özbəkistan yığmasına dəvət almırdı bu futbolçu. Azərbaycan çempionatında at oynadırdı. Georgi Adamyanı yada salın. Gürcüstan yığmasına bir dəfə dəvət almadı. Azərbaycan çempionatında at oynatdı. Bu problem bizim problemimizdir. Bu problem idarəçilərin problemidir. Bu Adamyanı günahlandırmayaq burada. Antonovu ittiham eləməyək. Qayı ittiham eləməyək. Qay da Antonov da gəlib Qəbəliyə 8 ayın içində artığın veriblər. Düzdür, əlbəttə ki, müqayisə etsək ki, yəni üzr istəyirəm sizdən çox üzr istəyirəm. Müqayisə etsək ki, Antonovu məsəl üçün hansısa bir səviyyə Bahadur Nasimovla elə eyni. Yəni əlbəttə müqayisə olmayan dərəcədədir. Adama qədər o müqayisə olmayan dərəcədə. Ancaq Azərbaycan futbolunun durumu bu gündədir ki, Antonov kimi bir legioner gəlib olub şah. Ona görə də bax bu mən əslində ittiham etmədim. Qasqı ittiham etmədi. Antonovu ittiham etmirik. Yəni biz fikir mübadiləsi aparırıq. Mənim fikrim orada bambaşqa idi. Yəni təbii ki, sizin bu məsələdə haqlı vurğulayırsınız ki, Antonov gəlib seçilirsiniz. Mən yerli futbolçularımız zəifdir. Biz demirik. Mənim sözümün bambaşqa bir tərəfi var idi. Yəni mən o tərəfdən nöqteyi nəzərdən baxmadım. Sadəcə Antonov mənim üçün super legioner deyil. Yəni yəni siz onu görmüsünüz, onları görmüsünüz. Bu sizin super legioner deyil. Yəni siz o super legionerləri görmüsünüz burada. Xəzər Lənkəranın özündə Svitkovi, o falan. Onları görmüsünüz və onun müqayisəsində Antonov sizin super legioner deyil. Yəni ümumiyyətlə bu baxanda mən Borussiyanın oyununa baxırdım. Qəbələ Borussiya oyununa baxırdım. Yəni həsəd aparırdım bunların oyununa. Biz bir dənə topu stadionda fırlanırıq, topu ötürə bilmirik. Borussiya bizə dərs keçirdi. Yəni mən o baxımdan deyirəm ki, bizim legionerimiz də bir oynaya bilmir yerli futbolçumuz kimi. Gəlin xahiş edirəm sizdən. Borussiya başqa klublara da dərs keçir. Yəni Borussiyanı Qəbələ ilə müqayisə eləməyək. Bunlar ayrı-ayrı şeylərdir. Mənə görə Qəbələni Borussiya oyunlara görə biz təzyiq altında saxlamalıyıq. Əlbəttə ki. Çünki Qəbələ sözün həqiqi mənasında o bir il bundan qabaq dağınıq durumda, tamamilə dağınıq durumda, o Rumunun gedişindən sonra yadınızdadır da komanda dağınıq durumda bir komandanın 8 ayın içində Qreqaçuk toparlayıb gətirib
Avroliqanın qrupuna salsa biz yalnız ona təşəkkür eləməliyik. Və vaxt verməliyik ki, Qriqaç. Bəli, buna vaxt verməliyik ki, o öz ideyalarını burada tamamilə yerinə otuzdura bilsin. Komand yenə də Qriqaçı çıxıb gedəcək, yenə də başqası gələcək, Qəbələ yenə də həmin vəziyyətə düşəcək bildir. Ona görə də biz onu təzyiq altında bu böyük uğurdur Qəbələ üçün. Və sağ olsun ki, bu qrupa düşdü və biz bu günləri bir komandanın yox, iki komandanın oynayacaq. Bu həqiqətən Azərbaycan üçün böyük uğur idi, xüsusən də futbolun bu vaxtında. Ona görə Qəbələdə saxlamaq lazımdır. Saxlamaq lazımdır. Bəli, təzyiq eləmək ehtiyacı yoxdur Qəbələyə. Qəbələ başından yuxarı kullanır. Sağ olsunlar. Azal Kəpəz oyununa toxunaq, yəni Azalın artıq müəyyən qədər belə deyək də qığılcım görünür biraz Azalda. Yəni bu da yəqin ki artıq müəyyən qədər Tərlan Həmədovun az da olsa gördüyü işlərin nəticəsidir. Yəni buna görə məsələn Azal xırda addım da olsa, yəni 9 xal yığa bilər. Yəni əslində azdır Azal üçün. Mən xüsusi olaraq yəni Kəpəzin normal şəkildə belə deyək getməsini çox alqışlayıram. Şahin Denevin yaratdığı komandanı və Şahin mənim telekanalların birində də futbol verilişinə vurğulamışdı. Rəhbərliyə təşəkkürünü bildirmişdi. İstədiyi şəraiti qurmağa çalışdığını bildirmişdi və Şahin Babək də vurğuladı ki, həqiqətən də bayaq olmuşsa Şahin Denevin, yəni mən özüm də az çox Şahin Denevi tanıyıram və onun qətiyyətinə tam əminəm. İnşallah arzu edək ki, Şahin Denevi Kəpəzi daha yüksək pillələrə çıxarmış olsun. Zirənin də oyunlarına baxdıqda valla Zirəyə çoxları Premyer Liqa başlayanda Zirəyə gözcü baxırdı ki, Zirədir. Əvvəl 1-2 tur yaxşı gələndə hamı deyirdi ki, təzədir. Ona görə həvəslidirlər, amma görünür ki, Zirə öz sözü ilə, öz qolları ilə təbii ki, xırda problemlər var. Amma öz dəstəkatda olan komandadır. Bəli, mən ona görə vurğuladım. Çoxları bəyənmirdi bu komandanı. Çoxları bu komandanı bir-iki oyundan sonra dəyərləndirəndə, rəy bildirəndə Zirə çökəcək, Zirə bu komanda uzacaq. Heç belə deyək də çox ciddi yanaşmırdılar, amma Zirə özünün ciddi komanda olduğunu göstərdi. Mən çox sevinirəm. Ciddi vəziyyətə düşüb ki, Zirə mən Zirəni aşağılamaq istəmirəm. Mən sadəcə Avtsa ilk ildir də gəlib o debutantdır. Debutantın gəlib medallar onunla mübarizə aparırsa Azərbaycan çempionatının qeyri-ciddi səviyyəyə düşməsindən bağlıdır. Bax buna görə. Və yaxud da ki, Kəpəzin tutaq ki, o vəziyyətdə o infrastruktura malik demək olar ki, infrastruktur olmayan bir komandanın, AFFA-dan maliyyələşən bir komandanın orada olması Azərbaycan çempionatının qeyri-ciddi çempionat olmasından bağlıdır. Bu problemdir. Artıq yavaş-yavaş sona yaxınlaşdırıq, ancaq bizim bir reklam blokumuz var. Reklam blokumuza keçid alacaq, amma nələrdən sonra 13-cü turu mən xatırladım. Nə oyunları var 13-cü turda? Sumqayıt Qəbələ, Qarabağ, Kəpəz. Yəni hələlik bizim götürdüyümüz, yəni PFL-in rəsmi saytından götürdüyümüz burada 2 gün olacaq oyunlar 21-i və 22-si. İndi olur oyunlarda müəyyən qədər dəyişiklik olur, vaxtlarına qədər dəyişiklik olur. Hələlik oyunlarda dəyişiklik olmasa PFL olmaz. PFL-in rəsmi saytına istinadən yəni biz təqdim edirik. Sumqayıt Qəbələ, Qarabağ, Kəpəz bunu vurğuladım. Ertəsi gün isə Xəzər Lənkəran, Neftçi, Rəvan, Zirə, Inter, Azal oyunları var. Və bu turda hər bir komandaya uğurlar arzulayırıq və təbii ki, bu turda heç də indi böyüklükdən bir şey qalmayıb böyük oyundan. Xəzər Lənkəran, Neftçi oyunu bu turun ən maraqlı oyunlarından biri olacaq və bütün komandalar olduğu kimi Xəzər Lənkəran, Neftçi oyunda da hər iki komandaya bol-bol şanslar arzulayırıq və arzulayırıq ki, həmin meydanda həsil mübarizəli bir oyun geçsin, heç də artıq heç nə danışılmasın. Söyüşdən uzaq olaq stadionlarda və çalışaq futbol izləmiş olaq. Və qısa aramız var, gəlin qısa aranı izləyək, ondan sonra yəqin ki, artıq sağollaşmağa vaxtımız çatacaq. Pəri, hara baxsan, İntiqam, bizim də uşaqlarımız olanda burada oynayarlar, hə? Pəri, nə uşaq? Hələ qoy birinci özüm oynayayım, qurdumu öldürüm. Tutala. Vay, nana, İntiqam sənin qurdun var? Avpark Yaşayış Kompleksi qapılarını üzünüzə açır. Artıq yaşadığınız yerdən ayrılmadan bütün xidmətlər ovucunuzun içində olacaq. Fitness və trenajör mərkəzi, idman meydançaları, uşaq əyləncə mərkəzi, lisey, brend mağazalar.
Parkda yolunuzu gözləyir. Hamçı ya, intiqam. Nə yaxşı ki, Parkdan ev aldın ha. Məktəbi var, uşaq bağçası var, klinikası var, idman zalı var. Hala intiqam burada daha nə yoxdur ki? Görsən dada, dada, al bu dəvətləmələri bütün kəndə payla. İntiqam mənim balam. Toyda Suğra xalanı yaddan çıxartma ya. Toyda məni abzərdən bir üstülə salma ya. Sən məni toyuna çağırmadın, elə bildin düz elədin. Amma mən sənin toyuna gələrəm. Dada, bütün kənd hamı buradadır ki. Parkda bu cür şərtlərlə ev verirlər. Kim almaz ki? Dəyərli dostlarımız, artıq verilişimizin sonuna gəlib çatırıq və qısa görüntülərimiz oldu. Ondan sonra artıq sağollaşmamızın vaxtıdır. Bir daha mən təşəkkürümü bildirəm bizim sponsorumuza. Ağpark Yaşayış Kompleksinə ki, bizə öz dəstəklərini əsirgəmirlər. Minnətdarım, bir daha təşəkkürlər. Bütün rəhbərliyindən tutmuş sıra işçisinə qədər minnətdarıq ki, məhz doğrudan da Ağpark həm də öz idman təmayüllü bir mərkəzdir. Ağpark Yaşayış Kompleksində futbol oynamaq da olar, cüdo ilə də məşğul olmaq olar, gimnastika ilə də məşğul olmaq olar, üzgüçülük ilə də məşğul olmaq olar, ağır atletika ilə də və bir çox idman növləri artıq Ağpark Yaşayış Kompleksində həm şəraiti var, həm bazası var, həm də bilirsiniz ki, Ağpark Yaşayış Kompleksində Zirvə Beynəlxalq İdman Klubu da fəaliyyət göstərir. Bu klubun tərkibində xeyli idman növləri cəmləşir və maşallah da sevinirik ki, yəni artıq belə bir idman növlərinin burada yaranıb və sağlam mühit formalaşıb. Və o cümlədən burada futbol meydançaları da var. Siz artıq bizim açıq havada çəkdiyimiz pavilyonda da çəkiliş vaxtında görürsünüz ki, bizim bir neçə futbol meydançaları var. Gəlin öz vaxtınızı, asılı vaxtınızı səmərəli məhz Ağpark Yaşayış Kompleksinin futbol meydançalarında da keçirin, zövq alın və yaxşıca istirahət edin. Və Ağpark Yaşayış Kompleksi də hər birinizə yaxşı istirahət etməyə də dəvət edir. Ailəvi istirahətində bir nömrəli məkanıdır. Təbii ev almaq niyyətiniz varsa, sərfəli qiymətlərlə Ağpark satış mərkəzi sizlərə müxtəlif kampaniyalar çərçivəsində evlərdə təklif edir. Və inşallah səbirli olun, mən növbəti baxışda sizi Ağparkın çox mükəmməl kampaniyasına tanış edəcəm. Biraz səbirli olun. İnşallah gələn həftə bu kampaniyanın şərtləri və nələrdən ibarətdir və onları sadalayacağım. Əminəm ki, siz həmin o şərtlərdən sonra dərhal da Ağparka üst tutmuş olacaqsınız. İnşallah yekunlaşdıraq. Natiq müəllimə minnətdarıq, Babəkimə minnətdarıq ki, çox maraqlı müzakirə ilə getdi. Bəzi məqamlarda heç mənə imkan vermədilər belə, düzdə etdilər. Çünki əslində müzakirə, əsl müzakirə budur. Və səslənən hər bir fikirlər də onların öz şəxsi fikirləridir ki, biz də buna hər birimiz hörmətlə yanaşmalıyıq. İstər klub nümayəndələri, istər federasiya, istər azarkeşlər, istərsə bizə baxan dinləyicilərimiz. Çox zövq aldıq ki, burada səslənən tənqidi fikirlər hər bir klubun özünün inkişafına xidmət edir və biz də istəyirik ki, futbolumuz inkişaf eləsin. Məqsədimiz yalnız budur, heç kimi ləkələmək, heç kimi alluzaq etsin, belə deyək, hər hansı bir mənfi nüansımız yoxdur heç kimə qarşı. Ona görə də bizim istəyimiz yalnız və yalnız istəyirik ki, bizim futbolumuz da inkişaf eləsin. Yəqin ki, mənim fikirlərim Natiq müəllimlə razılaşar ki, futbolumuzun inkişafını istəyirik, Babəkimlə təbii ki. İnşallah uğurlar arzulayırıq Natiq müəllim sizə, dəvəti qəbul edib gəldiyiniz üçün minnətdarıq, Babəkimə sizə də minnətdarıq ki, dəvəti qəbul edib gəldiyiniz üçün. İnşallah gələn həftə görüşərik, bizi gözləyin, futbolsuz da qalmayın. Futbola baxın, sizə çempionatımıza da baxın və o cümlədən də xarici çempionatları da izləmiş olun. Çünki əgər futbolla yaşamaq niyyətiniz varsa, futbolu bir anlıq tək buraxmağa dəyməz. İnşallah gələn həftə arenamızda görüşərik. Allah amanında.